Efirimiz davam edir əziz tamaşaçılarımız. Rusiya prezidenti Vladimir Putin ölkədə miqrantlarla bağlı yeni qaydaları təsdiq edib. Demək 2026-2030-cu illəri əhatə edən miqrasiya siyasəti konsepsiyası qanunsuz miqrantların sayını azaltmaq və iri şəhərlərdə etnik anklavların yaranmasının qarşısını almağı hədəfləyir. Yeni qaydalar əsasən həm Mərkəzi Asiya və Cənubi Qafqazdan, o cümlədən də Azərbaycandan gələn miqrantlara birbaşa öz təsirini göstərəcək. Artıq Rusiya yalnız ənənəvi dəyərləri bölüşən, əcnəbilərin köçünə şərait yaradacaq, işləməyən və təhsil almayan ailə üzvlərinin ölkədə qalmasına isə məhdudiyyətlər tətbiq edəcək. Hazırda Rusiyada 600 mindən çox azərbaycanlı müxtəlif sahələrdə çalışır və yeni konsepsiya onların iş icazəsi, yaşayış statusu və ailə üzvlərinin hüquqlarına da birbaşa təsir edə bilir. Elə növbəti süjetdə də bu haqda danışacağıq. Rusiya prezidenti Vladimir Putin miqrantlarla bağlı yeni qaydaları təsdiqləyib. 2026-2030-cu illəri əhatə edən yeni miqrasiya siyasəti konsepsiyası müəyyən edilib. Məqsəd qanunsuz miqrantların sayını azaltmaq və etnik qrupların formalaşmasının qarşısını almaqdır. Bu qərar əsasən Mərkəzi Asiyadan və Cənubi Qafqazdan gələn 100 minlərlə əmək miqrantına, o cümlədən azərbaycanlılara birbaşa təsir göstərəcək. Yeni qaydalara görə Rusiya yalnız ənənəvi dəyərləri bölüşən əcnəbilərin köçünə şərait yaradacaq. İşləməyən və təhsil almayan ailə üzvlərinin ölkədə qalmasına məhdudiyyətlər qoyacaq. Bundan başqa biometrik nəzarət sistemləri, rəqəmsal qeydiyyat və işə götürənlərin hüquqi məsuliyyəti kimi yeni mexanizmlər tətbiq ediləcək. Hazırda Rusiyada 600 mindən çox azərbaycanlı müxtəlif sahələrdə, əsasən tikinti, xidmət və ticarət sektorlarında çalışır. Yeni qaydalar onların iş icazəsi, yaşayış müddəti və ailə üzvlərinin statusuna birbaşa təsir edə bilər. Bunlar hamısı ona yönəlib ki, ölkə ərazisində yaşayan miqrantlar birincisi, qanun əsaslarına yaşamış olsunlar, bir. İkinci, Rusiya iqtisadiyyatına fayda verə biləcək bir kateqoriyanı təmsil eləsinlər, iki. Üçüncü bir tərəfdən miqrantlarla bağlı, xüsusilə də miqrant ailələrlə olan uşaqlar, onlar Rusiya hökuməti üçün bir yükə çevrilməsin. Bu da üç. Yəni ayrı-ayrılıqda dilə gətirilən təkliflər, irəli sürülən fikirlər, sonraki mərhələdə qaydalarda öz əksini tapan həmin müddəalar bilavasitə bu elementləri özündə ehtiva edən dəyişikliklərdir. Konsepsiya həm də etnik anklavların formalaşmasının qarşısını almağı hədəfləyir. Bu, xüsusilə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə yaşayan miqrant icmalarına aiddir. Ekspertlər bildirirlər ki, məqsəd miqrant axınını tam dayandırmaq deyil, filtr sistemini sərtləşdirməkdir. Yəni, Rusiya bundan sonra az sayda, amma siyasi və mədəni cəhətdən uyğun işçiləri saxlamaq istəyir. Bu günə qədər siz bilirsiniz, bir miqrant gedirdi Azərbaycana, öz ailə üzvlərini hamısını aparırdı, yoldaşını, uşaqlarını. Uşaqları məktəbə gedirdi, yoldaşı evdə xanım idi. Amma bugün artıq bundan sonra qəbul ediləcək yeni müddəalar, misal üçün evdə xanımların orada olmasını mümkünsüz edəcəkdir. Və ya digər tərəfdən uşaqları məktəbə getmirsə, uşaqların da ölkə ərazisində qalmasına icazə verilmişdir. Yeri gəlmişkən, uşaqlarla da bağlı ayrıca bir təklif var. Bugün və Dövlət Duması tərəfindən hətta bir qədər də sərtləşdirilmə elementlərini biz burada görürük. Misal üçün, əgər ibtidai sinifə qəbul olunmaq istəyirsə miqrant ailəsinə olan uşaq, o mütləq rus dilində danışmalıdır. Ekspertlər həmçinin hesab edir ki, Bakı və Moskva arasında əmək miqrasiyası üzrə qarşılıqlı hüquqi mexanizmlərin yaradılması indi hər zamankindən vacibdir. Bu, həm işə götürənlər, həm də miqrantlar üçün yeni reallıqdır. Azərbaycanlı işçilər üçünsə əsas sual budur. Qaydalara uyğunlaşa biləcəklərmi, yoxsa növbəti mərhələdə risk qrupuna düşəcəklər?